Bugün sizlərə Azərbaycan Premyer Liqasında ən çox qol vuran oyunculardan, yəni bombardirlərdən danışacağıq. 1992-ci ildən başlayan liqada zaman-zaman fərqli klublardan fərqli bombardirlər meydana çıxır. Premyer Liqanın ilk bombardiri 33 oyuna 39 qol vuran Nazim Əliyev olub. O həmçinin 1992, 1994, 1995, 1997, 1998-ci sezonlarında da 3 dəfə və 3 fərqli klubun heyətində bombardir olmağı bacaran yeganə futbolçudur. 1992-ci ildə Sumqayıtın Xəzər klubu ilə Azərbaycan çempionatında debüt edən hücumçu qollarının 93-ünü bu klubda vurub. Neftçidə 42 dəfə fərqlənən Əliyev Dinamoda 25, Qarabağda 23 dəfə rəqib qapılarına yol tapa bilib. Ümumilikdə 236 oyuna 183 qol vuran futbolçu bu qolları 4 fərqli klubu ilə 9 mövsümdə vurmağı bacarıb. 2 fərqli mövsümdə isə bombardir olmağı bacaran cəmi 3 oyuncu var. Bunlardan Zaur Ramazanov 2004-2005 mövsümündə Karvanın heyətində 21 qol, 2006-2007-ci il mövsümündə Xəzər Lənkəranda 20 qol vuraraq, Baqali Dabo 2017-2018-ci il mövsümündə Qəbələdə 13 qol, 2019-2020 mövsümündə Neftçidə 7 qol vuraraq, Mahir Əmrəli isə Qarabağın heyətində 2018-2019-cu il mövsümündə 16 qol, 2019-2020 mövsümündə isə 7 qol vuraraq adlarını bu siyahıya yazdıra biliblər. İlk dəfə bombardir olan legioner futbolçu Şəmkirin heyətində 1999-2000-ci il mövsümündə 16 qol vurmağı bacaran Adri Kvaratskhelia olmuşdur. Ümumilikdə 7 mövsüm Şəmkirin şərəfini qoruyan futbolçu rəqib qapılarına 110 oyuna 51 qol vurmağı bacarmışdır. Ən çox bombardir çıxaran komandalara gəldikdə isə bu siyahıya Qarabağ və Neftçi başçılıq edir. İndiyana kimi Qarabağın heyətində 10, Neftçinin heyətində isə 8 futbolçu bombardir adını qazana bilib. Bombardirlərin milliyyətinə gəldikdə isə Azərbaycanlılardan sonra ən çox qol vura bilən oyuncular Braziliya, Fransa və Gürcü oyuncular olub. Ən məhsuldar legioner oyuncuların ilk 3 pilləsində isə 71 qolla Badri Kvaratskhelia, 61 qolla George Adamya və 47 qolla Viktor Igbekoyi gəlir. Azərbaycan Premyer Liqası tarixində 100 qol səddini keçən cəmi 10 futbolçu var. Onlardan Nazim Əliyev, Müşfiq Hüseynov, Rövşən Əhmədov, Qurban Qurbanov, Samir Ələkbərov kimi futbolçuların adlarını çəkmək olar. Bir mövsümdə isə 30 qol səddini keçməyə bacaran 3 futbolçu var. 39 qolla Nazim Əliyev birinci, 35 qolla Musa Qurbanov ikinci, 34 qolla isə Qurban Qurbanov üçüncü yerdədir. Hal-hazırda davam edən mövsümdə isə Qarabağın oyunçusu Leandro Andrade 19 qolla ilk pillədə yer alır.